Bəli, sizin də qeyd etdiyiniz kimi Quba rayonunda, xüsusən də Quba-Bakı, Quba-Xaçmaz və Quba-Xudat yolunda quruyaraq bioloji inkişafdan dayanan bir sıra təhlükəli ağaclar mövcuddur. Elə hazırda biz Quba-Xudat yolundayıq və bu ərazidə də operatorum Elçin Qurbanov sizlərə təqdim edir. Demək olar ki, yol boyu onlarla bax belə qurumuş vəziyyətdə təhlükə saçan ağaclara rast gəlmək mümkündür. Xüsusilə nəzərə alaq ki, bu yol avtomobillərin daha çox belə deyək, istifadə etdiyi əsas intensiv yollardan biridir və bu belə deyək, bunu nəzərə alsaq elə digər yollarda da eyni vəziyyətdir və belə deyək, bir qədər külək və yaxud yağıntının təsirindən həmin ağacların hər an belə deyək, aşma ehtimalı yüksəkdir. Bəzi ərazilərdə isə artıq ağaclar, yəni qurumuş ağaclar yolun hərəkət hissəsinə doğru belə yönəlib və bu da xüsusən iri belə deyək, tonajlı avtomobillərin bu ərazilərdən keçərkən hətta ağaclara dəymə riski və nəticədə belə deyək, həmin ağacların budaqlarının qoparaq avtomobillərin üzərinə düşmə ehtimalı yüksəkdir və həm bu sürücülər üçün, eyni zamanda piyadalar üçün də təhlükəli bir vəziyyət yaradır. Məhz bu səbəbdən də elə həm sürücülər, həm də piyadalar bu ağaclarla bağlı tədbir görülməsini, ya onların kəsilməsini və yaxud da ki, budanmasını vacib olduğunu bildirirlər. Bəs bu işlər nə zaman görüləcək? Elə bu sualla aidiyyatı qurumlara müraciət edəcək və onların mövqeyini də almağa çalışacaq. Elə odur ki, bu mövzuda növbəti saatlarda reportajı sizlərə təqdim edəcək.